ve aksimu billahi ala yevmillazi tekebbertu fih. Siz ne çok Allah Allah deyirsiniz. İndi qulaq asın. Allah sizə desə ki, axirət yoxdur. Nə cənnət mükafatı var, nə də cəhənnəm cəzası. Öz izzət-i cəlalıma and içirəm ki, bu dünyada nə yaxşılıq etsəniz və yaxud da nə qələt etsəniz, sonunda heçlik olacaq. Nə o dünyada, nə bu dünyada mükafat da, cəza da yoxdur. Doğulmamışdan əvvəlki o qaranlığa qayıdacaqsınız. Bax, o zaman yenə də Allah'a sevərdinizmi? Yalandan hə deməyin, Allah qəlbləri bilir. Əgər bilsəniz ki, ölümdən sonra heç nə yoxdur, o heçlik qorxusu sizi Allah'tan uzaqlaşdırardı mı? Əgər uzaqlaşdıracaqsa, demək sizin Allah'a olan bağlılığınız onun sizə verəcəklərinə bağlıdır. Demək siz Allah'ı yox, onun sizinlə nə edəcəyini sevirsiniz. Bəs belə olan halda o sizinlə necə davranmalıdır? Əlbəttə ki, sizin ona olan münasibətiniz kimi sizin Allah'la işiniz heç vaxt tutmayacaq. Çünki Allah üçün əsl sevgi o sizə heç nə verməsə belə onun ucalığını sevməkdir. Əgər o sizə heçlik vəd edəndə sevginiz sönürsə, hansı üzdə ona ümid bağlayırsınız ki? Siz Allah'ı yox, cənnətdəki rahatlığınızı sevirsiniz, alverçilər. Səmimi olun, biraz düzgün düşünün. Axı Allah'la sizin münasibətiniz tərs mütənasibdir. O sizi yoxdan yaradıbsa, demək sizə heç nədən yaşamaq şansı verir. Bu halda siz ondan nə tələb bilərsiniz, nə tələb edə bilərsiniz ki, sizi heçliyə qaytarsa belə etiraz etməyə haqqınız yoxdur. Çünki o sizi öldürmür, sizi yox etmir. Sadəcə əvvəlki halınıza, yəni mənşəyinizə qaytarır. Əgər Allah sizi həqiqətən sevirsə, gərək sizin sevginiz də onun sevgisi kimi düz mütənasib olsun. Əksi halda bu Allahın özünə qarşı etdiyi ən böyük haqsızlıqdır. Siz onu mənfəətiniz üçün sevirsinizsə, Allahın sizi təmənnasız sevməsi, sizə hər iki dünyada kömək etməsi, onun öz haqqını müdafiə etməməsidir. Bu Allah'ın sizin yanınızda özünü sındırması kimi bir şeydir. Düşünün, kainatın sahibi niyə özünü sizin kimi alverçi ruhların yanında kiçiltməlidir ki? Əgər siz təmənnasız sevməyi bacarmırsınızsa, Allah'ın sizə olan mərhəməti ədalət deyil. Sadəcə bir zəiflik olar. Siz Allah'tan mərhəmət yox, əslində onun öz izzətini qurban verməsini istəyirsiniz. Amma siz tez-tez Allah'tan ədalət gözləyib ona üsyan edirsiniz. Bir şeydə unudursunuz, Allah nisbiliyə önəm verir. Sən öz əlindən gələni etmirsənsə, onun əlindən gələni etməsini necə gözləyə bilərsən ki? Əgər sən barmağını belə tərpətməsən və Allah sənin üçün hər şeyi etsə, demək Allah nahaqdan iş görəndir. Allah sizdən elə bir cəhd istəyir ki, onu etmədikcə onun sizə verə biləcəklərindən məhrum qalırsınız. Nə qədər ki siz ölüm, xəstəlik, pul və aclıq qorxusu kimi dünyəvi zəncirlərlə yaşayırsınızsa, əslində sizin Allahınız yoxdur. Ömrünüzü necə yaşamışsınızsa, sonunuz da elə olmalıdır. İzah edin, əgər Allah ədalətlidirsə, siz ona qarşı necəsinizsə, o da sizə qarşı elə olmalıdır. Əksi halda Allah özünə hörmət etmir deməkdir. Özünə hörmət etməyən varlıq sizi necə sevə bilər ki? Əgər o öz ucalığını qoruyursa, demək sizin hər bir addımınızın əksi onun tərəfindən sizə qayıdacaq. Siz Allah'a müştəri kimi yanaşdıqsa, o da sizə sadəcə bir say kimi baxacaq. Gəlin sizə bir paradoksla deyim, özünüz həll edin. Siz istəyirsiniz ki, Allah sizə hər şeyi versin, arzularınızı həyata keçirsin, elə deyilmi? Bunun tək bir yolu var, ondan heç nə gözləməmək, onunla ticarət etməyə dayandırmaq. Amma bunu məcburiyyətdən deyil, sidq ürəkdən, sırf sevgidən etməlisiniz. İndi əgər siz həqiqətən mənfəətsiz və gözləntisiz olmağı bacarsanız, Allah sizə hər şeyi verəcək. Amma o məqamda siz artıq heç nə istəməyəcəksiniz. Yəni o şeyi almaq üçün onu almaq istəyindən imtina etməyi öyrənməlisiniz. Sahib olduğunuz an artıq ona ehtiyacınızın qalmadığı andır. Siz Allah'ı ram etdiyinizi düşünəndə əslində Allah tərəfindən məhv edilmiş, udulmuş olacaqsınız. Çünki arzusu ölmüş adam artıq insan deyil, odur. İcazənizlə əvvəlki söhbətlərimizdən birinə qayıdaq. Siz gizbəsərlər tez-tez başınıza bəla gələndə deyirsiniz ki, mən nə etmişdim ki, başıma bunlar gəlir. Əslində siz Allah'ın qəlbləri olanı bildiyi halda bildiyini iddia etdiyiniz halda onu dövlətlə eyni tərəziyə qoyursunuz. İnsan bir pis fikrə düşəndə ya dövlətin ya da Allah'tan, cəhənnəmdən qorxub onu etmir. Əksər hallarda isə sadəcə qanundan çəkinirsiniz. Sonra da bu qorxudan edə bilmədiklərinizi özünüzə bir fəzilət hesab edirsiniz. Mən filan pislikləri etmədim. Halbuki Allah qəlbdə olanı bildiyi üçün o qorxudan edilməyən cinayətləri də hesaba qatır. Yəni Allah'ın gözündə qorxudan edilməyən hər bir günah edilmiş bir günahdır.
İndi özünüz fikirləşin. Bugünə qədər ağlına nə qədər murdar şeylər gəlib, amma ya dövlətdən, ya qonum-qonşudan, ya da cəza qorxusundan etməmsən. Təsəvvür et ki, Allahın gözündə sən bunların hamısını eləmsən. 5 dəfə həyat yoldaşını öldürmək istəmsən, dəfələrlə xəyanət etmək keçib ürəyindən, dostunun pulunu batırmaq istəmsən, amma alınmaz deyib geri durmursan. Kimisə söyüb pərt etmək istəmsən, amma o adamın cavabından çəkinmirsən. Bugünə qədər nəyi etməmisənsə, hamısı Allahın dəftərində icra olundu kimi yazılıb. İndi mənə deyin görüm, siz əslində nə etməmisiniz ki?